bir cavan oğlan gəldi Həzrəti Musa peyğəmbərin xidmətinə və dedi: Allahın peyğəmbəri, bu ki deyirsiniz ki Allah'a ibadət eləyin, bu ki deyirsiniz namaz qılın. Allahın nə ehtiyacı var mənim namazıma ki? Allah'a nə faydası var ki bunun? Deyirsiniz ki Allah'a ibadət eləyin. Həzrət Musa ona cavab verərkən belə deyir. Deyir, cavan oğlan, gəl sənə bir hadisə deyim. O zaman ki mən Mədiyən şəhərində Həzrəti Şüeyb peyğəmbərin o qoyunlarını otarırdım, çobanlıq eləyirdim. Bəli. O zaman deyir o qoyunlardan biri çıxdı o dağa, dağın o təhlükəli yerində idi. Həzrəti Musa deyir ki, mən düşdüm onun dalısıca. Çox çətinliklə çıxdım onun çıxdığı yerə ki, o birdən oradan uçuruma düşməsin. Getdim, deyir, onu aldım qucağıma, şimdi oradan onu düşürdüm. Oradan düşürdəndə, deyir, ona dedim ki, Allahın heyvanı, mən sənin dalınca buna görə gəlmədim, bu çətinliklərə qatlaşaraq gəlmədim ki, sənin mənə faydun var, səni satacağım, ətindən istifadə eləyəcəm, pulundan istifadə eləyəcəm. Buna görə deyir idi. Bilirsən mən nəyə görə gəldim? Mən buna görə gəldim ki, sənin xəbərin yox idi. Sən ki oradaydın, sən o uçurumdan düşə bilərdin. Və canavarlar var idi ki, sənin oradan düşməyinin intizarını çəkirdilər. Onlar pusquya yatmışdılar ki, sən haçan oradan düşərsən, onlar səni götürərlər. Mən gəldim səni o görmədiyin canavarlardan xilas eləyəm. Dedi, cavan oğlan, mən o heyvana bunu dedim. Və bil, Allahın sənin nə namazına ehtiyacı var, nə ibadətinə ehtiyacı var. Ona heç bir faydası yoxdur. Bu sən xeyrivədir. Sən Allahdan uzaqlaşsan, bunu bil ki, yırtıcı canavarlar pusquya yatıblar səni uğramaq üçün. Səni parçalamaq üçün.